Əziz izləyicilər, hardayıq? Maçdağa Tac Marketin yaxınlığı, yəni bu kənd cəmaatı bu ətrafı bilir. Şəhərdən, yəni uzaqdan tanımayanlar üçün deyirəm, Maçdağa Əzintini parkın yanından Buzovnaya tərəf gedəndə köhnə tramvay yolunun yaxınlığında belə bir ev satışa çıxıb. Ev ümumi 2 sotun içindədir. Bax, hal-hazırda torpaq sahəsini göstərirəm sizə. Ağaclı, bağlı, bağçalı torpağı var. Ev 2 otaqdır, 2 sotun içindədir. Sadəcə burada bəzi nüanslar var. Onları göstərirəm sizə ki, tam ətraflı olsun. Necədir? Deməli, bu ev həyətdən bölünüb verilir. Baxın, bax, göstərilir hasar. Belə hasar çəkilir, hasar çəkilir. Ta axıra qədər. Baxın, sanitar qovşaq hamam həyətdədir. Evə də daxil etmək olur, onu da göstərəcəm sizə. Hasar çəkilir bölgü, bax, daşla ev sahibi özü göstərir. Bax, hasar çəkilir, bax, belə. Tam şəkildə ev sahibi tərəfindən çəkilib veriləcək. Evin yaxınlığında baxın, belə bir hamam mövcuddur, köhnəkən hamamdır, sanitar qovşağı mövcuddur və burada da belə bir əldamı var. Ümumi ev 2 otaqdan ibarətdir. Baxın, bölünür evə, buradan mətbəxə girişi var, buradan da evin zalına girişi var. Evin də qabağına düşən həyət, baxın, buradır. Daş düzülüb, daşdan bölünür. Qapı çəkilişə başladım. Qapı oradan qoyulur. Hasar ev yeri tərəfindən çəkiləcək. Keçirik evin içinə. Evin içinə də tanış edilmişsi. Evin içini göstərdikcə məlumatları verəcəm. Bu evi məsələ nə yerdədir? Deməli, kommunallar, qazı suyu, işığı var. Sadəcə həyətdə ikinci ev olduğuna görə ev sahibinin adınadır. Evi satan mülk sahibi özü hər bir şey götürür boynuna, alan adamın hər şey adına keçirdib verir. Sadəcə əlində o vəsait olmadığına görə dövlət rüsumlarını ödəyə bilmir. Evin sənədi də sərəncamdır. Köhnə sərəncamdır, kupçaya yarayır. Onu da ev sahibi danışıq eləyib, yəni kupçanı almaq olur. Yəni təkrarlayım, əlində vəsait olmadığına görə bu işi görə bilmir. Alan adam kimə maraqlıdırsa, beh verib, yəni bunları ev sahibi tərəfindən alacaq. Ev ümumi yerləşmə yeri əla yerdir. Deməli, kəndin mərkəzindədir. Məktəbə, bütün marşrutlara yaxındır. Tac Marketin yaxınlığında əsas yoldan 150 metr məsafədədir. Bu evin məlumat mövzusu nə oldu? Bu evin mətbəxi, mətbəx mebeli qalır. Geniş mətbəx mebeli var. Bu evimizin belə bir zalı. İstilik sistemi İran peçinədir, amma tam isti çıxardır. Bu evimizin zalı. Geniş zalı, ümumi 2 otaqdır. Bu da, baxın, bu bayaq göstərdim dəmir qapı. Buradan giriş var, belə koridor sistemidir. Bu da evin geniş, belə bir, maşallah genişdir. Geniş böyüklər üçün yataq otağı, baxın, belə bir geniş yataq otağı da var. Tam təmirlidir. Tam təmirlidir, belə bir geniş yataq otağı var. Yəni, evə 2 tərəfdən keçid var, mən kuxnadan keçdim. Mərkəzdən keçəndə koridor sistemi, sağ tərəfə düşür yataq otağı, solda belə bir zal və mətbəxi. Sonda, yəni təkrar edirəm, sənəd icradır. 2 sot torpağın içində 2 otaq ev. Kommunallardır, evin çıxarışıdır, mülk sahibinin dediyinə görə özü hər şeyi həll edib verəcək. Sadəcə əlində vəsait olmadığına görə düzəldə bilmir. Qiymət, start qiymət 58.000 manata deyilir. Start qiymət 58.000 manata deyilir. Real alıcı olsa endirim edəcək. Bu ev haqqında məlumat almaq istəsə 051 515 57 74 nömrəsindən zəng vura bilərsiniz. Çox sağ olun.